Meksika'nın en büyük narkotik karteli lideri El Mencho ləqəbli Nemesio Ruben Osequera Cervantes'in xüsusi əməliyyat ilə məhv edilməsi ölkədə ciddi toqquşmalara səbəb olub. Qrupun üzvləri bu addıma 20 ştatda yolların bağlanılması, avtomobillərin yandırılması və zorakılıq aksiyaları ilə cavab veriblər. Hökumət qüvvələri isə vəziyyəti nəzarət altına almaq üçün əməliyyatlara başlayıblar. Ölkə prezidenti Claudia Sheinbaum əməliyyatı narkotik şəbəkələrinə qarşı mühüm addım kimi qiymətləndirib. Məlumata görə El Mencho uzun illər həm Meksika, həm də Birləşmiş Ştatların axtardığı əsas cinayətkarlardan biri olub. Onun şəbəkəsi Meksika sərhədlərindən kənarda da fentanil, kokain, metamfetamin və digər narkotik maddələrin satışında mühüm rol oynayır. El Mencho'nun ölümü qısa müddət ərzində gərginliyin artmasına səbəb oldu. Lakin kartelin rəhbər strukturu hələ tamamilə zərərsizləşdirilməyib və yeni liderlərin ortaya çıxması qaçılmazdı. Onlar şəbəkənin fəaliyyətini davam etdirərək mümkün qarşıdurmaları alovlandıra bilərlər. Əməliyyat müvəqqəti sabitlik effekti yarada bilər, amma təhlükəsizlik riskləri qalmaqdadır. Bu vəziyyət Meksikanın daxili sabitliyi üçün ciddi çağırışdır. 1966-cı ildə doğulan Osequera Birləşmiş Ştatlarda narkotik qaçaqmalçılığına görə həbs olunub və Meksikaya deportasiya edilib. Bundan sonra o müəyyən müddət polis orqanlarında çalışsa da sonradan cinayətkar fəaliyyətə qayıdaraq Milenio kartelinə qoşulub. Burada mövqeyini gücləndirən El Mencho 2010-cu illərdə yeni qruplaşma olan Jalisco kartelini yaradıb. Bu qruplaşma çox qısa müddətdə böyüyərək beynəlxalq səviyyədə fəaliyyət göstərməyə başlayıb. 40-dan çox ölkədə mövcud olan şəbəkənin dövriyyəsi milyardlarla dollar dəyərləndirilir. Ekspertlər vurğulayırlar ki, Osequera'nın strateji planları və şəxsi əlaqələri narkokartel qrupunun sürətlə genişlənməsində əsas rol oynayıb. Düşünürəm ki, El Mencho'nun uzunmüddətli strategiyası qrupun az müddətdə genişlənməsini təmin edib. Onun şəxsi əlaqələri təşkilat daxilində sadiqlik və güc balansını möhkəmləndirib. Bu əlaqələr həm kartel üzvləri, həm də digər cinayət şəbəkələri ilə əməkdaşlığı asanlaşdırıb. Bu qrup regional və beynəlxalq səviyyədə dominant mövqe qazanıb. Bu faktorlar onun ölümündən sonra da kartelin fəaliyyətinin davam etməsində əsas rol oynayacaq. Analitiklər hesab edirlər ki, hadisələrin görünən tərəfi ilə kifayətlənmək olmaz. Ona görə ki, El Mencho kimi fiqurun zərərsizləşdirilməsi təkcə bir əməliyyat yox, həm də geosiyasi və təhlükəsizlik balansına təsir edən strateji hadisədir. Çünki söhbət beynəlxalq narkotik şəbəkəsinin əsas simalarından biri olan şəxsdən gedir. Bu baxımdan onun yerinin və zərərsizləşdirilməsinin daxili resurslar hesabına baş verdiyi az ehtimal olunur. Çünki kartel rəhbəri Birləşmiş Ştatların da aradan götürmək istədiyi şəxslərdən biri olub. Hətta onun tutulması üçün milyonlarla dollar mükafat vəd edilib. Düşünülür ki, hadisə Meksika dövlətinin əməliyyatı kimi təqdim edilsə də, Birləşmiş Ştatların bu prosesdə ciddi rol oynadığını söyləmək olar. Biz müşahidə edirik ki, hadisə Meksika dövlətinin əməliyyatı kimi təqdim olunur. Lakin beynəlxalq koordinasiya və daxili kartel parçalanmaları hələ də tam açıqlanmayıb. Bu səbəbdən əməliyyatın arxasında duran bütün faktorlar analitik baxımdan hələ də müəyyən edilməyib. El Mencho'nun ölümü təkcə bir kartel liderinin itirilməsi deyil. Bu həm də regionda güc balansının yenidən formalaşmasının başlanğıcı kimi qiymətləndirilə bilər. Beləliklə, El Mencho'nun ölümü gələcəkdə baş verə biləcək dəyişikliklərin siqnalı kimi də oxuna bilər. Onun kartelində yaranacaq boşluq yeni liderlərin fəaliyyətini artırmaq üçün imkan yaradır. Analitiklər vurğulayırlar ki, Birləşmiş Ştatların uzun müddət El Mencho'nun tutulması üçün göstərdiyi kəşfiyyat və maliyyə dəstəyi hadisənin nəticələrinə beynəlxalq yanaşma da əlavə edir. Bu hadisə Meksika və Birləşmiş Ştatlar arasında narkotik kartellərinə qarşı əməkdaşlığın başlaması kimi də diqqət çəkir.